mən onu görəndə dedim ki, ondan çox gözəl ata olar. Və əgər ki bir gün ölsəm, mənim yerimə ana da olar. Vay vay. Yaxşıdır. Bu kişinin möhkəm sevgisini görüb də, qayğısını görüb, nəvazişini görüb. Mən onu görsəm, Mən onu görəndə dedim ki, bundan yaxşı ata olar. Və düşündüm ki, bir gün ölsəm, hətta bundan ana da olar. Yəni burada həm də deyir ki, mənim yerimə kimisə də qoymaz. Düşünməz mənim yerimə bəs kimisə. kişi tərəfdən baxsaq bu hadisəyə. Mən o xanımı görəndə düşündüm ki, bundan uşağıma yaxşı ana olar. Mən olmasam həm də ata olar. O daha çətindir. Çətindir, amma o da olar. Xanım üçün daha çətindir ata olmaq. Ata biraz analıq. Hələ ki bizim cəmiyyətdə. Elə analar var, elə qadınlar var, tək böyüdüb uşaqlarını. Yəni sən ona yaxın dura bilməzsən, qardaşım. Elədir. Sən onun nə bilim söz deyə bilməzsən, yanından keçə bilməzsən. Böyük xanımlar var. Yəni nə olsun ki, yoldaşı yoxdur, nə olsun ki, boşanıb. Yəni bu cəmiyyətdə elə boşanmaq o deməkdir ki, elə boşanıbsa sən istədiyi eləyə bilərsən, əsla. Yəni doğrudan elə böyük xanımlar var. O uşağına həm atalıq eləyib, həm anasıdır, atalıq eləyib, əmisi də olub, dayısı da olub, özü böyüdüb onu. Mən tanıdığım var adamlar. Yəni universitetə daxil olub, uşaq öz həyatını qurub. Bu ana yenə də atadır da. Bu çətindir. Çox çətindir. Çox çətindir. Kişiyə nə var? Kişi gəldi, alınmadı. Yəni tutaq ki, Allah göstərməsin kimsə həyatında, kimsə dünyasını dəyişdi. Gedib bir əvəz edəcək, tapacaq yaxşı mənada da. Yəni onun üçün seçim asandır. Bir kişiyə seçim bu cəmiyyətdə seçmək asandır. Seçmək hüququ daha tez verilir. Daha tezdir. Bir xanım üçün çox çətindir. Sən təsəvvürlə ayrılmısan, boşanmısan və sənin bir uşağın var. Sən necə seçəcəksən ikinci atanı? Necə risk edəcəksən? Necə inanacaqsan ki, bu da olmayacaq? Axı sən də evlənəndə inanmışdın ki, heç vaxt ayrılmayacaq. Kim bilə evlənir ki, 5 ilə boşanacam? Heç kim. Heç kim. Yəni hamı evlənəndə düşünür ki, heç vaxt ayrılmayacam. Düzdür? Amma həyatdır da. Həyat. Amma xanıma necə çətindir? Sən ikinci dəfə kiməsə inanasan, ikinci dəfə həyatına kimisə buraxasan. O ikinci dəfə sənin həyatına gələn adam sənin haqqında nə düşünür? Nə fikirlə sənin yanına gəlir? Nə etmək istəyir? Çox çətindir. Çox çətin. Hə? Belə. Amma var. Misal gör bizi hara gətirdi. Amma var. Mütləq ki, elə kişilər də var ki, onun uşağı da qəbul eləyir, öz uşağı kimi də qəbul eləyir, onunla bir ömür də sürür. Mən elə adamlara çox ali insan kimi baxıram. Mən elə adamlara bu dünyanın necə deyirlər, ləzzətləri yox, bu dünyanın ləzzətlərindən təcrid olunmuş insanlar kimi baxıram. Çətindir ha. Hər adam qəbul eləməz onu. Hər adam qəbul etdi. Uydu. Yəni nə qədər sən cəmiyyət, cəmiyyət ətrafı, elə cəmiyyət ətrafı qoyaq, evdəkilər, sənin valideynlərin, tutaq ki, sən subay oğlansan, bir boşanmış xanımla evlənmək istəyirsən, sənin evdə nə edirlər tutaq ki də. Yəni hamı narazı olar. Yəni razı olar indi hansısa etapdan sonra. Amma ilk başda sənin necə pis qarşılayır, nə etmək istəyirsən sən? Yəni bu uşaq kimdir, kimləndir? Bu uşağı böyütmək, uşaq atası varsa atası ilə həmişə əlaqədə olmalıdır. Sən bu ilə barışa bilərsən. Böyük adam da bilmirəm. Yəni uyda. Çətindir. Çox çətindir. Yaxşı mövzudur. Amma mümkündür. Mümkündür, 100%. Var. Yenə də mən deyirəm ki, yəni ana üçün bir ana üçün ata olmaq daha çətindir, nəinki bir ata üçün ana olmaq. Düzdür? Elədir. Burada razılaşdıq. Bəli. Axır ki. Dərd çəkmək sevgidə şərtdir. Həyatın bir üzü xoş, bir üzü dərddir. Aha. Şart elə şeylər. Deyir, mən yaxşı biri olanda çox pis insanlarla qarşılaşmışam. İndi mənlə qarşılaşan yaxşı insanlar üçün edə biləcəyim heç nə yoxdur. Hayda. Bu düzgün düşüncə deyil də. Hamı pis deyir ki. Həyat ora gətirib də. Bilirəm, həyat ora gətirir. Amma belə deyim də, bu istər-istəməz həyatına gələn fərqi yoxdur. İstəyir dost, nə bilim, qardaş, padruqa, belə deyim, sevgili, o insanlara şans vermir. Belə başa düşürəm də. Düzdür. Amma sən həyatına gələn insanların da
hansı xarakterə, xüsusiyyətə malik olduğunu bilmirsən. Sən niyə haqsızlıq edirsən ki, bu gün həyatıma gələnlərə nə var sənin dünənində bir yaran var. Sən icazə ver, bəlkə o yaranı sağaldacaqlar elə. Ola bilməz. Mən də danışırsam, mənim yadıma bir şey düşdü. Mən uşaq vaxtı məktəbdə oxuyanda bizim Azərbaycan dili ədəbiyyatı müəllimimiz var idi. Mən elə yaxşı oxumamışam dərsləri, amma onun bir sözü mən eşitdim, qulaq asdım, indi başa düşürəm. Yəni bu ərəfələrdə başa düşdüm. Bu dəfə dedi ki, bizə ədəbiyyat müəllimimiz dedi ki, həyatda pis adam yoxdur. Onu şərait, insanlar, ətrafı pis eləyiblər, mühit pis eləyib. Mən onda başa düşmədim də, yəni nə danışsan? Yəni mən balaca oğlanam, mənim üçün pis-pisdən, misal üçün mənə 2 yazmısansa pissən. Balaca uşağam, mənim üçün qayğım bir dənə qiymətlərimdir ki, mən sinifi adlayım. Amma çox dərində, yəni bu həyatda pis adam yoxdur. Yəni adam doğulur, sən günahsız bir uşaqsan da, sən buna fikrimi deyəcəm. Böyüyürsən, səni şərait, vəziyyət, qarşılaşdığın adamlar eyni ora gəlib çıxıramda səni vəziyyət zat bu yerə gəlib çatdırır və buna uyğun cəmiyyətdə bir fikir yaranır ki, filan kəs pis adamdır. Məncə filan kəs pis adam deyil, filan kəsin yaşadıkları pis idi. Onu bu vəziyyətə gətirdi, çıxartdı. Sən nə fikirlərsən? Mən burada biraz sənə əks düşünürəm. Niyə görə? Misal üçün o qədər insanlar olur ki, nə qədər pis situasiyada olsun, o dəyişmir. Amma insanlar olur ki, o qədər ətrafında yaxşı insanlar, yaxşıların içində olur. Var, əlbəttə var. Nə qədər pis yerə düşsə, əlbəttə dəyişmir. Heç dəyişmir. Heç toxunmur ona. Mən məsəl üçün tələbəlik vaxtımdan istənilən bir belə deyim də əhatəyə düşmüşəm. İstənilən klubda olmuşam da, amma heç çox yolunu azmamışam. Nə olur olsun azmamışam. Mənim xislətim ona icazə verməyib. Mənim çıxdığım ev ona icazə verməyib. Yəni mən onu düşünmüşəm. Mən kimin oğluyam, hansı evdən çıxıram, o mənə icazə. Mənim fikrimcə o insanın özündən asılıdır. Yaxşı insan, düz deyib, düşürsən duruma, pis duruma düşürsən, kimsə sənə xəyanət eləyir, kimsə sənə pislik eləyir, nə bilim lap loru dilləsə kimsə nəsə bir atanşiklik eləyir, səni alladır, amma sən dəyişməməlisən. Sən öz mənnivi, öz içində olan özvü kiminsə pisliyinə qurban verməməlisən. Kiminsə pisliyinə görə dəyişməməlisən. Yaxşı, belə deyim. Sən bilmədən eləyirsən onu. Yəni sən bu vəziyyətə düşmüsən, sən hiss eləmirsən, artıq səni formalaşdırır vəziyyət. Yəni demirəm, sən məni pis elədilər, mən də pis eləyəcəm. Yox, idarə yox, ondan getmişdi. İdarə, mənim fikrimcə özünü idarə eləməyi bacarmalısan da. Hə, yaxşı. Mənim həyatıma bu gün kimi pis insanlar girib, amma sən yaxşı insansan. Sən çox yaxşı insansan. Mən sənə qarşı haqsızlıq eləyim. Mənim o pis insanlardan fərqim nə olacaq? Mən belə baxıram. Ona görə bu tərəfdən deyirəm ki, yox, mən düşünürəm ki, insanı düşdüyü cəmiyyət indi zəif, güclü insanlar təbii ki var. İndi sən dediyin kimi hər kurqa düşmüşəm. Mən məsəl üçün hər vəziyyətə düşmüşəm, hər vəziyyətə də uyğunlaşıb oradan baş çıxartmışam. Uzaqlaşmamışam, amma baş çıxarıb sonra uzaqlaşmışam. Biri var elə görüm pisdir, qaçmışam. Yox, mən biraz daha adamam da, yəni burada baxıram. Görüm bu necədir? Yox, mən də elə olmuşam. Yəni uzaqlaşmamışam. Hə. Orada olmuşam. Amma o çuxura düşmüşəm. O vəziyyətə düşürsən, başa düşürsən ki, bu deyil, çıxırsan oradan. İndi hamı çıxa bilirmi? Hamı çıxa bilmir axı.